27 iyun 1945-ci il Azərbaycan yazıçılarının İosif Vissarionoviç Stalin yoldaşa müraciəti. Əziz atamız, dahi rəhbərimiz, böyük sərkərdəmiz Stalin yoldaş. Qəhrəman Sovet xalqlarının Alman faşist işğalçılarına qalib gəldiyi bu tarixi günlərdə öz növbəti plenumuna toplanmış Azərbaycan Sovet yazıçıları sizə sonsuz məhəbbət və təşəkkür duyğuları ilə atəşin salamlar göndərir. Sizin müdrik rəhbərliyiniz və dahiyanə sərkərdəliyinizlə qəhrəman Qızıl Ordumuz bəşəriyyətin uzun əsrlərdən bəri yaratdığı dünya mədəniyyətini faşizmin qanlı pəncəsindən xilas etdi. Bu misilsiz tarixi mübarizədə Sovet ədəbiyyatı öz üzərinə düşən böyük vəzifələri şərəflə yerinə yetirdi. Yazıçılarımız öz əsərlərində mübarizədə ən böyük maneələrə üstün gələn Sovet adamının zəngin mənəvi aləmini tərənnüm edərək xalqımızı böyük qəhrəmanlıqlara çağırdı. Müharibə dövründə ölkəmizin xalqları arasında olan sarsılmaz dostluq və qardaşlıq məhəbbəti daha da möhkəmləndi. Sovet xalqlarının Stalin dostluğu həmişə olduğu kimi böyük vətən müharibəsi günlərində də ədəbiyyatımızın canını və ruhunu təşkil etdi. Uçsuz bucaqsız vətənimizin onlarca qardaş xalqları ilə birlikdə Azərbaycan xalqının oğulları da qoca Qafqaz dağlarının ətəklərindən faşizm canavarının qanlı mağarası olan Berlinə qədər şanlı bir yol keçdi. Bizim mərd oğullarımız ürəklərində ana vətənimizə, qəhrəman xalqımıza və sizə olan sonsuz məhəbbət, vətən uğrunda, Stalin uğrunda sözləri ilə qəddar düşmən üzərinə axışdılar. Azərbaycan Sovet yazıçıları cəbhələrdə qəhrəmanlıq xarüqələri göstərib sizin qələbələrə qüdrət və qollara qüvvət verən yüksək təşəkkürünüzə və Sovet İttifaqı qəhrəmanı kimi şərəfli ada nail olan vətən oğullarının parlaq və mərd surətini canlandıran əsərlər yazmış, əfsanəvi bir şöhrət qazanmış, Suvorov ordenli 416-cı Taganrog atıcı diviziyasının misilsiz şücaətlərini və onun mərd döyüşçü və komandirlərini tərənnüm edən gözəl şeir və dastanlar yaratmışdılar. Öz misilsiz fədakar zəhməti ilə cəbhənin bütün ehtiyaclarını və bu surətlə Sovet silahının şanlı tarixi qələbəsini təmin edən arxa qəhrəmanlarının, igid Bakı neftçilərinin, Azərbaycan kolxozçularının, vətənə sədaqətlə xidmət edən namuslu ziyalılarımızın coşqun fəaliyyətini təsvir edən hekayə və bədii oçerkləri meydana gətirmişlər. Əziz İosif Vissarionoviç, biz Azərbaycan Sovet yazıçıları yaxşı bilirik ki, qarşımızda duran yaradıcılıq vəzifələri hələ çox böyük və çox məsuliyyətlidir. Biz böyük vətən müharibəsi kimi xarüqələrlə dolu tarixi bir dövrün şahidi və iştirakçıları olmuşuq. Bu dövrün qəhrəmanlarını, şanlı döyüşçü və komandirlərimizin, fədakar fəhlə, kolxozçu və ziyalılarımızın və bütün xalqımızın həyat və mübarizəsini tam dolğun və yüksək bədii əsərlər halında canlandırmaq, bu dövrü qəhrəmanlıqlara layiq bir dərəcəyə qaldırmaq kimi böyük bir vəzifə hələ bizim qarşımızda durur. Sovet ədəbiyyatının ən böyük dostu olan sizə söz veririk ki, bu şərəfli vəzifəni layiqincə yerinə yetirəcəyik. Yaşasın bizim sevimli və qüdrətli vətənimiz Sovet Sosialist Respublikalar İttifaqı. Yaşasın böyük qalib xalqımız. Yaşasın müzəffəriyyətli Qızıl Ordumuz. Yaşasın şanlı Bolşeviklər Partiyası. Yaşasın bizim sevimli böyük rəhbərimiz Stalin yoldaş.